Qoç bürcü 4 may 2025-ci il. Asan gün deyil. Bir çox qoç məişət məsələləri ilə məşğul olmalı olacaq. Bu həmişə asan olmayacaq. Yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür. Lakin bu ciddi münaqişələrə səbəb olmayacaq. Heç bir böyük və ya ciddi layihəyə başlamamalısınız. Vəziyyətlər həmişə sizin xeyrinizə işləməyəcək. Günün ikinci yarısında emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Heç bir səbəb olmadan narahat olmağa meyil olacaqsınız. Rahatlıq tapmaq üçün əvvəllər vaxtınız olmayan sevimli işlərinizlə məşğul olmaq zərər verməz. Buğa bürcü 4 may 2025-ci il. Gününüz xeyir. Bütün planlaşdırılan işlərin öhdəsindən mükəmməl gələ biləcəksiniz. Yaxınlarınız istənilən işdə sizə kömək etməkdən məmnun olacaqlar. Uzun müddətdir sizi narahat edən mühüm məsələləri onlarla müzakirə edə biləcəksiniz. Bir çox buğa müstəsna dərəcədə uğurlu alışlar edə biləcək. Çölə çıxmaq, dostları ziyarət etmək və evdə qonaq qəbul etmək üçün yaxşı vaxtdır. Yaxşı təəssürat yaratmaq heç də çətin olmayacaq. Əla vaxt keçirəcəksiniz. Müsbət emosiyalarla yüklənəcək, maraqlı tanışlıqlar edəcəksiniz. Əkizlər bürcü 4 may 2025-ci il. Gözəl gündür. Optimist münasibət uzun müddət həll etməkdə tərəddüd etdiyiniz problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Bəzi əkizlər nüfuzlu himayədarlar əldə edə biləcəklər. Dost münasibət başqaları ilə münasibətlərinizi yaxşılaşdırmağa kömək edəcək. Xüsusən də son vaxtlar çoxlu fikir ayrılıqlarınız varsa, yaxınlarınızla ciddi məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Axşam saatlarında ortaq işgüzar maraqlarınız olan dostlarla görüşmək faydalı olacaq. Ünsiyyət sizə həzz verməklə yanaşı, sizi yeni perspektivli ideyalarla ruhlandıracaq. Xərçəng bürcü 4 may 2025-ci il. Uğurlu gündür. Əksər xərçənglər bütün zəruri məsələləri asanlıqla və uğurla həll edə biləcəklər. Yeni bir şey öyrənmək və imtahanlara hazırlaşmaq üçün yaxşı vaxtdır. Qazandığınız biliklər uzun müddət yaddaşınızda qalacaq. Mütləq sizin üçün faydalı olacaqdır. Dostlar və yoldaşlar xahişiniz olmadan da köməyinizə gələcəklər. Nüfuzlu insanların dəstəyini qazanmaq fürsəti yaranacaq ki, bu da işlərinizin vəziyyətinə gözəl təsir edəcək. Qarşınızda cazibədar perspektivlər açılacaq ki, siz bundan uğurla istifadə edəcəksiniz. Qısa səfərlər üçün yaxşı vaxtdır. Onlar çox sevinc gətirəcək. Şir bürcü 4 may 2025-ci il. Qeyri-müəyyən bir gündür. Səhər enerji artımı, yaradıcılıq qabiliyyətlərinin oyanmasını hiss edəcəksiniz. Eyni zamanda bir çox şirlər şəxsi həyatları ilə bağlı narahatlıqların öhdəsindən gələcəklər. Ona görə də iş üzərində cəmləşmək çətin olacaq. Çox iş götürməyin, tələsik qərarlar verməyin. Güvəndiyiniz təcrübəli insanlarla məsləhətləşmək zərər verməz. Ağlınıza çoxlu maraqlı fikirlər gələcək ki, bu da tezliklə gəlirinizi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Axşam çölə çıxmaq, aktiv ünsiyyət, dostlarla görüş və ya romantik görüşlər üçün idealdır. Qız bürcü 4 may 2025-ci il. Səhər saatlarında qız bürclərinin əksəriyyəti hətta yaxın insanlarla belə ümumi dil tapmaqda çətinlik çəkəcəklər. Xırda məsələlərlə bağlı mübahisələr və fikir ayrılıqları mümkündür. Heç bir ciddi layihələrə başlamamalı, hər hansı mühüm qərarlar qəbul etməməlisiniz. Səliqəyə salmaq və lazımsız şeylərdən qurtulmağa diqqət yetirin. Bu, düşüncələrinizi toplamağa, müsbət əhval-ruhiyyəyə girməyə kömək edəcək. Günün ikinci yarısında başqa insanları daha asan başa düşəcəksiniz. Köhnə dostlarla səmimi söhbətlər üçün yaxşı vaxtdır. Axşamı özünüzlə tək keçirməyə, gələcəyə düşünməyə və prioritetlərinizi yenidən nəzərdən keçirməyə dəyər. Tərəzi bürcü 4 may 2025-ci il. Ən yaxşı gün deyil. Səhər ciddi məsələlər mühüm söhbətlər üçün çox uyğun deyil. Bir çox tərəzilər ailə üzvləri ilə qarşılıqlı anlaşmaya nail olmaqda həmişəkindən daha çətin olacaq. Özünüzü idarə etməyə çalışın. Ətrafdakıların xırda çatışmazlıqlarına laqeydlik göstərin. Bu sizin üçün vacib olan bütün insanlarla sülh münasibətlərini qorumağa kömək edəcək. Yaxınlarınızın problemlərinin həllinə kömək etməli olacaqsınız. Bu çox asan olmayacaq. Amma aranızda qarşılıqlı anlaşmaya yaxşı təsir göstərəcək. Siz isti minnətdarlıq və tezliklə lazımlı olacaq faydalı məsləhətlər alacaqsınız. Əqrəb bürcü 4 may 2025-ci il. Asan və xoş bir gündür. Bir çox əqrəblər xüsusilə cəlb edici olacaqlar ki, bu da başqalarının diqqətindən yayılmayacaq. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Çoxlu faydalı əlaqələr qura, nüfuzlu havadarlar əldə edə biləcəksiniz. Mütləq bizneslə bağlı olmayan iri layihələrə başlamaq üçün yaxşı gündür. Qırılan münasibətləri bərpa etmək şansınız olacaq, amma siz həqiqətən də insana ikinci şans vermək istədiyinizi düşünməlisiniz. Yalnız nəticə çıxarıb davranışınızı dəyişdirsəniz, eyni səhvləri təkrar etməkdən qaça bilərsiniz. Oxatan bürcü 4 may 2025-ci il. Qeyri-adi şanslı gündür. Bütün səylərinizdə şanslı olacaqsınız. Ən çətin və tanış olmayan tapşırıqlar belə ilk cəhdə tamamlanacaq.
Bir çox oxutanlar çoxdankı cəsarətli planlarını həyata keçirə biləcəklər. Etibarlı həmkarlarınız və çoxdankı dostlarınız köməyinizə gələcək. Nüfuzlu insanlarla görüş istisna deyil. Siz asanlıqla xoş təəssüratlar yaradacaq, gələcək üçün dəstək qazanacaqsınız. Günün ikinci yarısı yeni şeyləri öyrənmək üçün əlverişlidir. Öyrəndiyiniz hər şey sizin üçün faydalı olacaq. Əldə etdiyiniz bacarıqların çoxu sizin mühüm rəqabət üstünlüyünüzə çevriləcək. Oğlaq bürcü 4 may 2025-ci il. Biraz çətin gündür, amma sevinçsiz deyil. Səhər gücünüzü toplamaq, planlaşdırdığınız işlərə başlamaq çətin ola bilər. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar. Bu həmişə uyğun olmayacaq. Oğlaqların əksəriyyəti mühüm qərarlar verməkdən, ciddi işlərə başlamaqdan çəkinməlidirlər. Gün ortadan sonra hər şey yaxşılaşacaq. İş və bizneslə bağlı maraqlı təkliflər ala bilərsiniz. Onları çox uzatmadan qəbul etməlisiniz. Səfərə çıxmaq və ya uzun bir səyahət planlaşdırmaq üçün çox yaxşı vaxtdır. Dolça bürcü 4 may 2025-ci il. Ziddiyyətli gündür. Məsuliyyətlərinizə laqeydlik etmək kimi hiss edə bilərsiniz. Lakin bu həmişə yaxşı bir şey olmaya bilər. Biraz səy göstərmək və planlaşdırdığınız fəaliyyətlərə başlamaq daha yaxşıdır. Yavaş-yavaş prosesə qarışacaqsınız. Əhvalınız yaxşılaşacaq. Bir çox dolçalar üçün başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq. Lakin səbir və nəzakət ciddi münaqişələrdən qaçmağa kömək edəcək. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz mənəvi yüksəliş hiss edəcəksiniz. Baş verənlərdə çoxlu müsbət şeylər görəcəksiniz. Dostlar və yaxınlarınız sizə dəstək olmağa və kiçik sürprizlərlə sevindirməyə çalışacaqlar. Balıqlar bürcü 4 may 2025-ci il. Olduqca əlverişli gündür. Siz sakit və ağlabatan olacaqsınız ki, bu da ən mürəkkəb işləri belə həll etməyə kömək edəcək. Bir çox balıqlar yaşlı qohumların məsləhətlərinə qulaq assalar yaxşı olar. Yaxınlarınızın işləri ilə məşğul olmaq üçün planlarınızı bir müddət təxirə salmalı ola bilərsiniz. Lakin bu çətin və ağır olmayacaq. Axşam tək başına və ya sevilən birinin yanında qısa səfərlər üçün idealdır. Qonaqları qəbul etmək də çox sevinc gətirəcək. Xüsusən də ümumi iş və yaradıcı maraqlarınız varsa.